Bugün vaginizm xəstəliyi və onun müalicə üsullarından danışacağıq. Qadının cinsi əlaqədən qorxmasıdır və icazə verməməsidir. Ehtiyat edirlər bu mövzu ilə bağlı həkimə müraciət etməyə. Yengə anlayışı var və yaxud da yaxın qohumları qıza bir cümlə deyir ki, indi də ağrıtmayacaq, qorxma. Vaginizmdən əziyyət çəkən xanımın partnyoru necə davranmalıdır? Oğlanda qəribə bir duyğu yarana bilər ki, yəqin məni sevmir. Ağrılı cinsi əlaqə vaginizm sayıla bilər. Vaginizmdə olan ağrı onların beynində qurduğu yalançı ağrıdır. Analar uşaqlarında hansısa travmanın olduğunu necə hiss eləyə bilər? Ana hardan bilsin ki, onun yanında oturan məsələn pedofildir. Amma analar diqqətli olmalıdır. Uşaqlarını, qız uşağı, hətta oğlan uşaqlarını da hara gəldi, necə gəldi, kimin yanında gəldi, otuzdurmamalıdır. Kimə inanasan? Bax bilirsiniz, bu çox vacib bir sualdır. Salam əziz izləyicilər, Sağlam Söhbətdə hər birinizi xoş gördük. Bugün vaginizm xəstəliyi və onun müalicə üsullarından danışacağıq. Qonağımız həkim mama ginekoloq Nuray Hacıyevadır. Çox sağ olun. Təşəkkür edirəm ki, mən belə maraqlı bir layihənizə mən də dəvət elədiniz. Çox sevindim, xoş oldu mənə. Bəli, və biz də inanırıq ki, sizlə olan söhbətimiz maarifləndirici olacaq. Çünki bu elə bir mövzudur ki, adətən xanımlarımız xüsusilə ehtiyat edirlər bu mövzu ilə bağlı həkimə müraciət etməyə və yaxud ətrafdakılara bu barədə hər hansı bir sual verməyə. Amma mən düşünürəm ki, siz bir mütəxəssis olaraq bu məsələlərə də aydınlıq gətirəcəksiniz. Nuray xanım, vaginizm nədir və vaginizm özünü hansı simptomlarla göstərir? Vaginizm, yəqin ki, insanlar artıq bu haqda kifayət qədər məlumat alıblar, eşidiblər. Əvvəllər bizə gələn pasiyentlərdən görürdüm ki, məsələn, gəlir, deyir 6 ildə ailəliyik, amma bizdə cinsi əlaqə alınmayıb və yaxud da 10 il, 15 il ailəliyik, amma alınmayıb. Belə uzun müddətli problemli pasiyentlər gəlirdi və bu onların kifayət qədər maariflənmədiyinin nəticəsi idi. İndi isə hal-hazırda 2 ay, 3 ay, 4 ay, yəni qısa sürəlik ailələr gəlir yanımıza və mən bir yandan sevinirəm ki, artıq gənclərimiz kifayət qədər maarifləniblər və problemi görən kimi onun səbəbini anlayırlar və mütəxəssisə müraciət eləyirlər. Vaginizm nədir? Vaginizm cinsi əlaqənin qadın tərəfindən alınmaması, yəni qadının adi dildə desək, qadının cinsi əlaqədən qorxmasıdır və icazə verməməsidir. Simptomlar isə odur ki, məsələn, ailə qurur qadın və yaxud da ki, ailə qurmadı, ilk cinsi əlaqəyə hazırlaşır və o an gələndə özündən asılı olmadan hər şey normal getdiyi halda o an gələndə özündən asılı olmadan imtina edir. Özünü sıxır, qorxudan partnyorunu kənarlaşdırır. Cinsi əlaqə baş tutmur. Yəni bir xanım cinsi əlaqəyə girməyənə qədər bilə bilməz ki, onda vaginizm xəstəliyi var. Düzdürmü? Belə başa düşdüm. Vaginizm xəstəliyinin səbəbi nə ola bilər? Səbəb ümumiyyətlə psixoloji şiddət, qorxu və s.dir və bunları mən açıq şəkildə izah edeyim. Buyurun. Hər qızda cürbəcür səbəblər olur. Əsasən uşaqlıq yaşında aldığı travmalar, bəzən isə hətta gənc yaşında da aldığı travmalardan yaranır bu xəstəlik. Məsələn, travmalar nə ola bilər? Mənim yanıma gələn pasiyentlərdə olan cürbəcür travmalardan misal çəkəcəm. Məsələn, ola bilir ki, adi, çox bəsit travma, toy qabağıdır, bizim mühitdə yengə anlayışı var və yaxud da yaxın qohumları qıza bir cümlə deyir ki, indi də ağrıtmayacaq, qorxma. Bu artıq kifayət edir ki, qız oradan siqnal alır. Aha, demək ağrı olacaq, amma mən dözməliyəm və bu elə də ağrıtmayacaq. Yəni, bu adi məsləhətlər belə artıq xanımda vaginizmin ilk belə deyim də, cücərtisini qoya bilir. Amma böyük travmalar da olur. Məsələn, tacizlər, təcavüzlər, uşaq vaxtı keçirdiyi uşağın rastlaşdığı hər hansı bir məsələn, pis rastlantı, məsələn, pedofillərlə rastlantılar, məcbur deyil orada hər hansı bir təcavüz olsun. Adi taciz belə cinsəllikdən qorxu, ürkü, bu şəkildə travmaları yarada bilir. Ümumiyyətlə bizdə belə bir problem var, Nuray xanım, cinsi tərbiyə məsələsi. Bəli. Məsələn, gəlin elə ədəbiyyatımıza baxaq. Yeniyetmələr üçün yazılan nə qədər ədəbiyyatımız var? Daha çox uşaq ədəbiyyatı var, amma o uşaq ədəbiyyatının içərisində yeniyetmə ədəbiyyatı da var ki, bugün yeniyetmələr üçün 1-2 yazıçımız var ki, əsərlər yaradırlar.
Yəni yeniyetmə yaşda olan uşaqlarımız sevginin, məhəbbətin, eşqin və yaxud cinsi münasibətlərin nə demək olduğunu sanki özləri öyrənməli olurlar. Bəli. Halbuki onlara biz öyrətməliyik. Mənim çox yaxşı yadımdadır, məktəb vaxtı o anatomiya dərsliyində olan müəyyən paraqraflar Bəli, var idi bəli. ki, biz o paraqrafları gizlədirdik. Utanırdıq, hətta kitabın vərəqini cırırdıq. Amma bu gün artıq dövr o dövr deyil. Bu gün 21-ci əsrdə süni intellekt dövründə yaşayırıq və cinsi tərbiyə məsələsinin hələ də ölkəmizdə qənaətbəxş olmaması Bəli. sözün düzü bir valideyn kimi mənə çox pis təsir eləyir. Eynən. Biz qızlarımıza cinsi məsələlərlə bağlı tövsiyələri necə verək? Necə edək ki, gələcəkdə onlar vaqinizm xəstəliyindən əziyyət çəkməsinlər? Bu sual əslində çox geniş cavabı var. Bəzən təəssüf ki, heç ummadığımız bir anda belə biz öz qız uşaqlarımıza anaların özü belə travma verə bilirik. Yəni gələcəyin ilk belə deyim də, vaqinizmi yarada bilən ilk səbəbini biz özümüz hiss etmədən uşaqlarımıza ötürə bilirik. Məsələn, bir anadır, tutaq ki, və bunun körpə bir uşağı var, qız uşağı var və ana onun pampersini dəyişir, altını təmizləyir və biz bu mühitdə böyüyən bir insanlar olaraq hamımızın beynində qızlıq pərdəsinə toxunma, amandır birdən zədələnər Bəli. qorxusu var. Özümüzdə belə var, hamımızda var, yəni bizim. Və biz qız uşaqlarımızın altını dəyişərkən belə onlar özümüz də hiss etmədən onlara bu şuuraltı qorxunu ötürürük. Biz hər yerini ehtiyatla silmirik, amma o hissəyə çatanda çox ehtiyatla yuyuruq, çox ehtiyatla quruluyuruq. Və artıq uşaq öz körpə yaşından hiss eləyir ki, orada nəsə var, anam oranı ehtiyatla əl vurur. Və biz onu ehtiyatla eləyə-eləyə böyüyəndə də başlayırıq ona şifahi şəkildə ötürməyə. Qızım, ehtiyatlı ol, şpaqat açma ha, möhkəm qaçma ha. Oturanda altına bax, bəzi analar bu qədər, yəni irəli gedə bilirlər. Velosiped sürmə, qızlıq pərdən zədələnər. Məktəbdə ayaq yoluna getmə, oğlanlar orada sənə nəsə eləyər. Nəsə eləyər. Artıq uşaq anlayır ki, nəsə eləyər, nə eləyə bilər? Ana bir tərəfdən də tapşırır, ehtiyatlı ol, zədələnərsən biabır olarıq, vay. Yəni qızlıq pərdəsinin zədələnməsinə o qədər böyük tragedik bir yük yükləyirlər ki, hətta heç uşaq anlamır o nə olan şeydir. Pərdə nə olan şeydir, zədələnsə nə olar? Sadəcə olaraq o anlayır ki, orada təhlükəli bir zona var və o zonaya toxunmaq olmaz. Çünki anaya güvənir. Ana qoruyursa, demək mən də qorumalıyam. Və bu şuurlu şəkildə baş vermir. Artıq şuur altısı insanın körpəlikdən başa düşür ki, nəsə təhlükəli zona var, oranı qorumaq lazımdır. Oranı ekstradan qorumaq lazımdır. Və gün gəlir, ailə quranda artıq şuurlu şəkildə o anlayır ki, onun həyat yoldaşıdır, artıq qorumaq lazım deyil, sevdiyim adamdır, cinsi əlaqəyə girə bilərəm, amma şuuraltı icazə vermir. Oradan keçir dövrəyə və qapadır. Yəni qızın özündən asılı olmadan, necə ki biz təhlükəli bir odu görəndə özümüzdən asılı olmadan tez əlimizi çəkirik reflektor olaraq, artıq cinsi əlaqə anı gələndə də onu təhlükə kimi qəbul edən şuuraltımız reflektor olaraq ayaqlar yığılır, vaginanın bütün əzələləri yığılır və cinsi əlaqə mümkün olmur. Və bu çox ağır bir problemdir, yəni qızlara verilən çiyinlərindəki yük. Mənim yanıma gələn pasiyentlərdən çoxu olub ki, biz ikilikdə söhbət eləyirik. Mənə etiraf eləyirlər ki, mən özümü öldürmək istəyirəm. Yəni o qədər ağır bir travma verir qız uşaqlarına bu. Nuray xanım, siz qızlıq pərdəsindən danışdınız. Qızlıq pərdəsi necə bir orqandır? Həqiqətənmi adi bir hərəkətdən qızlıq pərdəsi zədələnə bilər? Xeyr. Qızlıq pərdəsi, mən pasiyentlərimdən soruşuram ki, sən qızlıq pərdəsini necə təsəvvür eləyirsən? Deyir ki, bəziləri soğan zarı kimi təsəvvür eləyirəm. Bəziləri isə deyir ki, mənə elə gəlir ki, ora bağlıdır. Yəni bu şəkildə də təsəvvür eləyənlər var. Qızlıq pərdəsinin adı pərdə olsa da, o bizim xəyalımızda qurduğumuz kimi soğan zarı kimi bir pərdə deyil. Sadəcə adı pərdədir onun. Bildiyiniz adi selikli qişadır. Yəni loru dildə desəm, yəni bədənimizdə olan ət parçası kimi adi bir ət parçasıdır. Yəni necə ki xarici cinsi orqanın materialı belə deyim, dəridir, selikli qişa daha selikli bir material.
qızlıq pərdəsi də onun kimi selikli bir ət hissəsidir və xəyallarında qurduğu kimi bağlı bir orqan da deyil. Onun normalda mərkəzində barmaq keçə biləcək ölçüdə dəlik olmalıdır. Yəni hamıda olmalıdır bu dəlik. Belə deyim ki, soğan zarı kimi nazik material deyil. Əl toxunan kimi zədələnmir, açılmır. Qızlıq pərdəsi bu qədər nazik bir orqan deyil ki, onu adi yumayla və yaxud da təsadüfən barmağın içəri girdi Və yaxud və yaxud yıxıldın. da velosiped sürdün, yıxıldın. Bu hallarda qızlıq pərdəsi zədələnmir, açılmır. Qızlıq pərdəsi sadəcə o vaxtı açılar ki, içəriyə penis və yaxud da ki, penis ölçüsündə hər hansı bir cisim daxil olsun. Anadan gəlmə qızlıq pərdəsi olmaya bilərmi? Olur və mən öz təcrübəmdə bir dəfə rastlaşmışam. Sadəcə tamamilə qızlıq pərdəsi yox idi anadan gəlmə. Amma çox rastlaşdığım hal elastik qızlıq pərdəsidir. Bu da olmamasına bənzəyir. Bir qızlıq pərdəsi olmayanda adı üstündə ümumiyyətlə olmur. Amma elastik qızlıq pərdəsində pərdə olur, sadəcə olaraq çox elastik olur və penis oradan rahat içəriyə və bayıra hərəkət eləyə bilir ki, bu zaman ilk cinsi əlaqədə qan gəlmir. Çünki qızlıq pərdəsi elastik olduğuna görə cırılmır. Hı -hı. Ona görə də qan gəlmir. Yəni bu o demək deyil ki, xanımın ilk cinsi Bakirəlik. əlaqəsi deyil bu. Elə olur ki, doğrudan da bakirədir, amma qan gəlməyib. Hı O -hı. müayinə zamanı bilinir zaten. Bilinir. Bir xanım tanıyıram, təxminən 40-lı yaşlarda ailə qurub və vaginizm xəstəliyindən əziyyət çəkir. Mən onunla həmsöhbət olmuşdum. Deyir ki, məndə belə bir hiss var ki, bu vaxta qədər bakirəliyimi qoruyub saxlamışam və indi ailə qursam belə elə bilirəm ki, bu illər ərzində sadiq olduğum nəyisə itirəcəm. Və mənə elə gəlir ki, məndə vaginizmi yaradan məhz bu düşüncədir. Sizcə xanım haqlıdır? Ola bilər, bəli. Vaginizmin dediyim kimi yaranma səbəbləri çox müxtəlif olur. Həmişə qorxudan olmur. Bax görürsünüzmü, sizin çəkdiyiniz misalda xanımın aldığı yanlış tərbiyədir vaginizmə olan səbəb. Yəni xanım bildiyiniz ailədənmi, anadanmı, evdə ona qızlığı, bakirəliyi o qədər ucaldıblar ki, xanım öz bakirəliyi ilə qürur duyur. Yəni bu yanlış tərbiyənin nəticəsidir. Bir insan nəyə görə öz bakirəliyi ilə qürur duymalıdır ki, qürur duyulacaq o qədər dəyərlər var ki, insanın qürur duyması gərəkən şeylər onun yaxşı insan olmasıdır, xeyirxah olmasıdır, heç kimin arxasınca danışmamalıdır, heç kimə pislik arzulamamalıdır və s. və ilaxır. Yəni insanın bakirə olduğuna görə qürur duyması bu sadəcə ailədən verilən yanlış tərbiyədir. Nuray xanım, vaginizmlə əziyyət çəkən xanımın partnyoru necə davranmalıdır? Partnyor əlbəttə ki, hiss eləyəndə ki, xanım qarşısındakı qız ondan qorxur, cinsi əlaqədən qorxur və icazə vermir. İlk olaraq oğlanda qəribə bir duyğu yarana bilər ki, yəqin məni sevmir, mənə etiraz eləyir və başlayır qarşısındakını qınamağa. Niyə qorxursan, nə özünü qoymusan Naza. yalançılığa, naza, nə var ki, hamı bacarır, sən bacarmırsan. Sonra da başlayır ona təzyiq göstərməyə. Cəmaət nə deyəcək? Hamı bizdən qan gözləyir, hamı bizdən cavab gözləyir. Biz nə göstərəcəyik bu bizi gözləyənlərə və bu baskılar zaten qorxan xanımı biraz da qorxudur, ürküdür. Əslində isə olmalıdır ki, oğlan qarşısındakının qorxduğunu gördükdə sadəcə olaraq başa düşməlidir onu və ona vaxt verməlidir, zaman verməlidir. Narahat olma, hər şey düzələcək və yaxşı olar ki, mütəxəssisə tez müraciət eləsinlər. Çünki zaman keçdikcə onsuz da vaginizm o cütlüyün özünün aşa biləcəyi bir durum deyil. Çox nadir olur ki, özləri araşdırırlar, cütlüklər araşdırırlar, amma çox uzun zamanda bunu özləri həll edə bilirlər. Məsələn, bizim 7-8 günə həll edə biləcəyimiz durumu onlar özləri 3-4 ilə həll edirlər. Və bu 3-4 il ərzində onlar ətrafı aldadırlar ki, bizdə hər şey normaldır və yaxud da aldatmasalar belə ətrafın təzyiqinə məruz qalırlar ki, nə oldu, nə oldu, nə oldu. Siz dediniz ki, bizim 7-8 günə həll edə biləcəyimiz Bəli, bir məsələdir. bəli. Mənə çox qəribə gəldi.
Vaginizmin müalicə üsulları nədən ibarətdir? Vaginizm o qədər ağır bir xəstəlik olduğuna rağmen müalicəsi çox qısa çəkir və çox asan çəkir. Tamamilə ağrısız, təhlükəsiz bir etaplarla biz müalicə eləyə bilirik. Müalicəmiz ilk 1-2 seans sadəcə psixoloji söhbətlərdən olur. Sadəcə onlara izahlar eləyirəm, öz orqanını tanıdıram onlara, başa salıram. Çünki əksəriyyətinin yanlış bilgiləri olur. O bilgilərin yanlış olduğunu onlara anlatıram. Çoxu qızlıq pərdəsinin necə olduğunu bilmir, nə şəkildə olduğunu bilmir. Onları ona izah eləyirəm və s. Yəni belə deyək də psixoloji etaplardan keçirik. Sonra pasiyentin hansı travmanı aldığını təsbit eləyirik, tapırıq. Çünki dediyim kimi hər pasiyentdə fərqli-fərqli hekayələr var. Onların hekayəsini dinləyirəm. Bəziləri kövrəlir, ağlayır. Onlarla bir yerdə yaşayırıq o hadisələri təkrar. Çünki çox ağır hekayələrimiz var bizim seanslarda. Hədsiz ağır. Hərdən düşünürəm ki, kitab yazım bu hekayələrdən. Sonra düşünürəm ki, bu mənim pasiyentlərimi qorxuda bilər. Çünki onlar fikirləşərlər ki, mən onlara danışdığımı mən sabah kitabda yazacağam, amma əlbəttə ki, adlar çəkilməyəcək əgər elə bir kitab yazılsa. Amma doğrudan da fərqli-fərqli hekayələrimiz var. Biz o hekayələri dinləyirik, onların travmasını, səbəbini araşdırırıq, tapırıq və aradan götürürük. Və sonraki etaplarda artıq biz ginekoloq kimi fəaliyyətə keçirik burada. Psixoloq kimi fəaliyyətimiz burada bitir. 2-3 seansdan sonra biz ginekoloq kimi fəaliyyətimizi başlayırıq və pasiyentə öz daxili orqanını, öz cinsi orqanını izah eləyirik, başa salırıq, o əllə toxunur. Bəziləri əllə toxuna bilmir, bəziləri güzgüdə belə baxa bilmir öz cinsi orqanına. Onlara öz orqanını tanış eləyirəm, əllə toxunmağı öyrədirəm, sonra alətlərlə toxunmağı öyrədirəm və nəticədə tam sağalma 8-9 günə seansa bitir və tam sağalma bitəndən sonra artıq onlara cinsi əlaqəyə hazır olduğunu deyirəm və onlar özləri də özlərini hazır hiss eləyirlər. Nuray xanım, ağrılı cinsi əlaqə vaginizm sayıla bilər? Əslində ağrılı cinsi əlaqə deyə bir termin var və bəzi qadınlarda cinsi əlaqə ağrılı keçir. Amma vaginizmdə olan ağrı onların beynində qurduğu yalançı ağrıdır. Yəni mən demirəm onlar hamısı yalançıdır, bizi aldadırlar. Bu o demək deyil. Onlar özləri də aldanırlar. Elə bilirlər ki, ağrı var. Çünki onlar özlərini o qədər inandırırlar ki, indi ağrıyacaq, doğrudan ağrı yaranır. Yəni vaginizmdə olan ağrı əsl ağrı deyil. Onların beynində yaratdığı ağrıdır. Amma ağrılı cinsi əlaqə deyə başqa bir termin var ki, bunlar normal cinsi əlaqəyə girə bilən qadınlardır. Həyatlarının müəyyən dönəmindən sonra başlayır ağrılı cinsi əlaqə. Bunun isə səbəbləri cinsi yolla yoluxan infeksiyalardır. Tamamilə fərqli bir sahədir, fərqli bir xəstəlikdir. Ağrılı cinsi əlaqə başqa bir xəstəlikdir. Vaginizmdə olan ağrı hissi tamam başqa bir haldır. Vaginizmdən əziyyət çəksə də hamilə qalan xanım tanıyıram. Bəli, Bu necə olur? çoxdur, hədsiz çoxdur. Necə olur sizə deyim. Bəzi qızlar hətta qızlıq pərdəsi pozulmadığı halda hamilə qala bilirlər. Yəni cinsi əlaqəyə girməyiblər, amma hamilədirlər. Bu necə olur? Sadəcə sürtünmə yolu ilə. Yəni vaginizmlərdə də bu halda olur hamiləlik. Nuray xanım, bəs süni mayalanmanın rolu burada nə dərəcədə ola bilər? Yəni süni mayalanma oluna bilərmi vaginizmlər? Əslində bu biraz gülməli bir durumdur. Mən həmişə, yəni pis mənada yox, yaxşı mənada deyək, mənə qəribə gəlir ki, bir insan əgər normal cinsi əlaqə ola biləcək qabiliyyətdədirsə, Allah ona bütün orqanlarını veribsə, nəyə görə cinsi əlaqəyə girib özü normal yolla hamilə qalmır ki, amma süni mayalanmaya gedir? Yəni süni mayalanma o zaman lazımdır ki, xanımda ana olmaq qabiliyyəti yoxdur. Yəni nə mənada? Məsələn, boruları bağlıdır, follikullar yaxşı inkişaf eləyib partlamır və s. Yəni ana ola bilmir. Bu zaman süni mayalanma ən gözəl və ən dəyərli seçimimizdir bizim. Amma vaginizmli qadınlar tam sağlamdırlar. Vaxtı-vaxtında aybaşı olurlar. Ana ola biləcək hər şey var onlarda. Sadəcə qorxurlar, cinsi əlaqəyə girə bilmirlər.
Buna görə süni mayalanmaya gedən çox pasiyent var və necə olur? Süni mayalamanın etaplarını keçir, dərman içir və sair. Elə ki, vaxt gəlir yumurta toplama etapına, o zaman xanımı narkozla yatızdırırlar və qızlıq pərdəsi açılır və vaginaya həkim müdaxilə eləyir, oradan yumurta toplayır və sonra da yenə narkozla yatızdırırlar. Yenidən sperma mayalanmış embrionu uşaqlıq daxilinə həkim yeridir. Yəni süni mayalama bu şəkildə vaqinizmlərə aparılır, amma bu qədər ağır etaplardansa müraciət eləyib vaqinizmini sağaltmaq daha yaxşı deyilmi? Həm ana olursan, həm cinsi əlaqə təkcə ana olmaq üçün lazım deyil ki bir qadına, xoşbəxt də olmaq üçün lazımdır, yəni. Yəni vaqinizm olan xanım süni mayalanma ilə hamilə qalırsa, onun təbii yolla dünyaya uşaq gətirmək şansı da belə çıxır ki, o qədər olmayacaq. Yox. Yoxsa ümumiyyətlə yoxdur. Ümumiyyətlə yoxdur. Əgər müalicə olunmayıbsa vaqinizmlə, əgər vaqinizmli xanım süni yolla, süni mayalanma yolu ilə ana olubsa, hamilədirsə və yaxud da ki, heç süni mayalanma ilə yox, dediyim kimi təbii yolla sadəcə sürtünmə yolundan hamilə qalıbsa, bu zaman uşağın doğulması üçün Deməli. keysəriyyə yolundan bəli ana olur. Çünki doğuş mümkün deyil, yəni o xanımlarda. Amma buna aydınlıq gətirim ki, əgər vaqinizmdən müalicə olunub sağalıbsa, özü normal doğuşa girə bilər və mənim çoxlu pasiyentlərim var ki, vaqinizm olub, müalicə olunub, o qədər yaxşı sağalıb ki, özü də doğub, yəni. Belə pasiyentlərimiz də var. Nuray xanım, Bəli. siz bayaq kitab yazmaq məsələsinə toxundunuz. Mənə elə gəlir ki, o anonimliyi qoruyaraq çox yaxşı hekayələr var sizdə. O kitabı yaza bilərsiniz. Çünki bu dünyada trenddədir artıq. Hətta biz bestseller olan əsərlərə baxanda görürük ki, bu əsərlərin arasında psixoloqların yazdıqları, elə ginekoloqların yazdıqları kitablar da az deyil. Vaqinizmlə bağlı eşitdiyiniz hansı hekayələr var ki, yəni düşünmüsünüz ki, niyə bu axı səbəb olmalıdır? Bu mövzunu analarımız dinləsə daha maraqlı olar. Çünki qızlarımızı ən çox nələrdən qorumalıyıq, necə qorumalıyıq? Çünki mənim belə eşitdiyim bəzi hekayələr var ki, mən də məəttəl qalmışam ki, hətta bu qədər deyə çox heyrətə düşdüyüm hekayələrim var. Məsələn, bir pasiyentim danışırdı ki, mənim anam məni 6-7 yaşım olanda gətirirdi, qoyurdu nənəmgilə və işə gedirdi. Mənə də nənəm baxırdı. Eynilə də xalam da öz oğlunu gətirirdi, qoyurdu nənəmgilə. Xalam da işə gedirdi. Yəni belə baxanda bu çox normal bir şeydir. Hamı öz uşağını öz anasının yanına qoya bilər və öz işinlə məşğul ola bilər, düzdürmü? Analar kömək eləyir, bəzən nənələr öz nəvələrinə baxır. Heç kimin ağlına gəlməz ki, mənim uşağım buradan zərər görə bilər. Amma həmin o 6 yaşlı qız böyüdü, illər keçdi, ailə qurdu və böyük bir ağırlıqda vaqinizmlə mənim yanıma gəlmişdi. Çünki onlarda heç cürə cinsi əlaqə alınmırdı və həmin o məsum görünən hekayənin altında nə yatırdı? Demək, qızın 6 yaşı olub, xalası oğlunun da hardasa 11-12 yaşı olmuşdu. Bəlkə də səhv xatırlayıram, 9-10 da ola bilərdi, o yaşlarda olmuşdu oğlan və hər ikisi uşaqdır. Yəni mən burada oğlan uşağını da qınamıram. Bəlkə oğlan da bundan ayrıca travma alıb bu hekayədən. Çünki o da uşaq olub və o da böyük ehtimal ki, hormonal balansın aktivləşdiyi dönəmdə oğlan uşaqlarında və burada tərbiyə də rol oynayır ki, məsələn, oğlanın da tərbiyəsində zəiflik olub ki, öz xalası qızına qarşı o hərəkəti edib və oğlan böyük ehtimal ki, telefondanmı, televizordanmı, nə isə bir epizod görüb və o qıza məcbur etmişdi ki, o epizodu təkrarlasın və qıza hər gün bu epizodu təkrarlatdırırdı və illər keçir. Əlbəttə ki, bunu heç nə nənə bildi, nə xala bildi, nə ana bildi. Çünki uşaqda o sir olaraq gəlmişdi və ta ki mənim otağıma gələnə qədər və bunu mənə danışmışdı və bunu biz həll elədik. Psixoloji olaraq mən qıza izah etdim ki, o bəzi yollar var, onu izah etdik. Çünki burada doğrudan da qız həm də oğlanı günahlandırırdı. Ən pis hiss günahlandırma hissidir. Oğlana qarşı nifrət hissi, kişilərə qarşı nifrət hissi yaranmışdı o uşaqda həm də. Və mən ona izah etdim ki, o uşaq da balaca olub və onun da
Əslində burada günahı yoxdur. Sadəcə tərbiyə problemi olub. Məsələn, onun biraz tərbiyəsi olsaydı anlayardı ki, ürəyindən keçsə də bunu etməməlidir. O onun xalasının qızıdır, bacısı sayılır və s. Bəzi yollarla biz bunu həll elədik və həmin qızımız da sağaldı. Hı Çox hı. şükür. Başqa bir hekayə sizə danışım. Bir pasiyentim var idi. Bunlar ailəvi şəkildə istirahətə getmişdilər hansısa rayonlardan birinə. Və bir maşına 7-8 nəfər doluşublar. Yəni bu hamımızın yəqin ki, başına gələn bir Bəli. şeydir. Əslində istirahət, dincəlmək nə gözəl. Amma bu uşaq maşında yeri olmayıb. Ana öndə sürücünün yanındakı oturacaqda əyləşib. Arxada da bütün uşaqları doldurublar ki, siz də arxada oturun. Və sıx-sıx oturublar arxa oturacaqda və qonaqlardan biri hardasa 18-20 yaşında bir oğlan, həmin bu 9 yaşında qızın yanında oturub və nalayiq hərəkətlər eləmişdi qıza qarşı maşının içində. Hı Yəni hı. toxunuşlar etmişdi və uşaq qorxusundan səsini çıxarda bilməmişdi. Pis bir şey olduğunu anlamışdı, yəni tacizə uğramışdı uzun sözün qısası, amma səsini çıxarda bilməmişdi və o qız mənim otağımda ağladı və ilk dediyi söz o oldu ki, günah məndədir ki, mən gödək şortik geyinmişdim. Yəni çox qəribədir ki, hamı özünü günahlandırır bu durumda. Əslində səndə günah yoxdur. Sən sadəcə olaraq şanssızlıqdan pedofil bir insanla yan-yana düşmüsən o anda. Yəni sənin yerində başqa bir uşaq da olsaydı, yenə də eyni hadisəni yaşayacaqdı. Bu şanssızlıqdır. Bu heç ananın da səhvi deyil. Ana hardan bilsin ki, onun yanında oturan məsələn pedofildir. Amma analar diqqətli olmalıdır. Uşaqlarını, qız uşağı, hətta oğlan uşaqlarını da hara gəldi, necə gəldi, kimin yanında gəldi, otuzdurmamalıdır. Çox diqqətli olmaq lazımdır. Kimə inanasan? Bax bilirsiniz, bu çox vacib bir sualdır. Bu gün analar uşaqlarında hansısa travmanın olduğunu necə hiss eləyə bilər? Çünki işləyən analar var, uşağının yanında daha az vaxt keçirən analar Hı var -hı. və yaxud uşağını başqalarına əmanət eləyən, Bəli, etibar eləyən analar var. bəli. Azyaşlı qız uşaqlarında bunu necə hiss eləmək olar ki, bu qızda nələrsə baş verir? Az öncə bir cümlə işlətdim ki, analar daha çox ehtiyatlı olsun. Amma ona bir əlavə eləmək istəyirəm ki, analara ehtiyatlı olarkən də bunu uşağa hiss etdirmədən davransınlar. Yəni daha çox üstündə əsib uşağa o baskını daha çox qorxunu hiss etdirmədən etsinlər. Yəni uşaq anlamasın ki, ana onları hər şeydən qoruyur. Yəni bunu elə incə şəkildə qorumaq lazımdır ki, uşaqlar onu hiss etməsinlər. Yəni o baskını hiss etsələr, onun özü belə travmaya səbəb ola bilir, yəni qız uşaqlarında. Amma ana necə hiss eləsin ki, uşağında hər hansı bir problem var? Böyük ehtimal ki, çox hiss etmək olmur bunu. Amma əgər uşaq düşünürəm ki, ana ilə çox yaxın olsa, dost kimi olsa, öz sirrini desə onu qınamaz Hı -hı. fikrində olsa, o zaman məncə fikrini bildirə bilər. Və yaxud da ki, tez-tez söhbət aça bilər. Məsələn, "Bağçada nə olur? Hər şey yaxşıdır. Sənin incidən yoxdur ki orda. Narahat eləyən bir şey yoxdur ki. Sən orada özünü rahat hiss eləyirsən." Bu şəkildə suallarla uşaq zaten deyir. Uşağı biraz danışdıran kimi danışır. Uşaqla söhbət eləmək məncə önəmlidir. Yanınıza gələn pasiyentlər daha çox hansı yaş aralığında olurlar? Yəni mən bilmək istəyirəm ki, vaginizm daha çox hansı yaş qrupunda olan xanımlara aid ola bilər? Vaginizm ümumiyyətlə uşaq yaşlarında təməli qoyulan bir xəstəlikdir. Sadəcə olaraq bir xanım onu o vaxt bilir ki, o ilk cinsi münasibətə girmək istəyib. Yəni ilk cinsi münasibətə girməmişdən öncə xanım onu bilmir. O yaş aralığına gələndə isə ilk cinsi münasibət hansı yaşlarda olur? Təxminən 19-20 bu yaşlarda, düzdürmü? 21-22 o yaşlarda qızlar ailə qurur və vaginizmdə daha çox bu yaşlarda mənə müraciət eləyirlər. Amma mənə yaşlı insanların da müraciət etdiyi olub. 45 yaşında olub müraciət, 50 yaşda olub müraciət, illərdir vaginizmdə, təsəvvür eləyirsinizmi? Və həyat yoldaşından ayrılmayıb? Ayrılanı da olub, ayrılmayanı da olub.
yuxarı yaşda olan vaginizmlər bir o qədər də çox deyil. Amma içlərində bəli biri var idi ki, 20 il idi vaginizmi idi və həyat yoldaşından ayrılmamışdı. Bir yerdə idilər. Bəlkə də o məni dinləyirsə, indi məni biləcək ki, ondan danışıram. Xanım mənim yanıma yaxınlaşdı və dedi ki, doktor, siz məni müalicə eləyin. Mən müalicə olunacam, cinsi əlaqəyə girəcəm, sonra ayrılacam ondan, boşanacam. Dedim, niyə bəs sən müalicə müddətində əksinə müalicədən sonra boşanmamaq lazımdır da. Bundan sonra Düzdür. siz hələ əsl ailə olacaqsınız. Niyə boşanırsan? Dedi ki, çünki mən ona sübut eləyəcəm ki, mən güclüyəm və mən bacarıram. Mən əsl qadınam. Baxdım üzünə, dedim, yəni maraqlı gəldi bunun altında olan hekayə. Dedi, məni illərdir həyat yoldaşım evdə məni əzir. Mənə deyir ki, sən heç nə bacarmırsan, səndə onsuz da alınmır. Sənin işin ancaq evi yığışdırmaqdır, paltarı yumaqdır. Sən onsuz da qadın deyilsən kimi cümlələrlə qadını psixoloji olaraq əzirmiş, yəni oğlan. Durum qəribə bir durum idi. Mən düşündüm ki, özüm ürəyimdə düşündüm ki, əgər siz 20 il ərzində ayrılmamısınızsa, cinsi əlaqəyə girmədiyiniz halda ayrılmamısınızsa, cinsi əlaqədən sonra siz heç ayrılmayacaqsınız. Çünki mən düşünürəm ki, ailəni bir yerdə saxlayan ən önəmli faktor budur. Və elə də oldu. Mən xanımı müalicə elədim, xanım sağaldı və getdi. İkinci baharlarını yaşadılar. Demək ki, hər bir xəstəliyin müalicəsi var və əsas odur ki, doğru mütəxəssisə müraciət eləyəsən. Nuray xanım, ola bilər ki, bir xanımda müəyyən yaş dövründən sonra cinsi istəksizlik yaransın, hətta bu ikraha çevrilsin. Bu vaginizm sayılır? Sizin dediyiniz cinsi istəksizlikdir. Müəyyən yaşdan sonra yarana bilir və yaxud da ki, təməldən cinsi istəksiz qadınlar ola bilir. Bunların səbəbləri müxtəlifdir və vaginizm deyil. Bu ayrı bir mövzudur, ayrı bir, bəlkə nə vaxtsa qismət olar bu mövzunda danışarıq. Amma bəzən olur ki, hər şey normal getdiyi halda xanımda cinsi əlaqə, ailə münasibəti, hər şey yaxşıdır, amma birdən-birə vaginizm yaranır. Cinsi əlaqədən qorxur, imtina eləyir, itələyir. Yəni bildiyiniz qorxu yaranır və yaxud da ki, ikrah hissi yaranır. Heç cürə alınmır, özünü məcbur eləsə də alınmır. Bax, bu ikincili vaginizmdir, yəni sonradan yaranmış vaginizmdir. Bunun da səbəbləri müxtəlif ola bilər. Xanımın ani bir hadisə ilə bağlı yoldaşına olan nifrət hissi ola bilər və yaxud da ki, xanımın başına gəlmiş hər hansı bir təcavüz hadisəsi ola bilər ki, cinsəllikdən onu çəkindirdi anidən və yaxud da keçirdiyi vaginoplastika əməliyyatları çox uğursuz olarsa, dar olarsa, ilk cinsi əlaqə əməliyyatdan sonraki əlaqə çox ağrılı keçərsə, anidən ikincili vaginizm yarana bilər. Bəzən bəli, ikincili vaginizm də yarana bilir, amma bəzən cinsi istəksizlik də yarana bilir. İkincili vaginizmlə bağlı sizə müraciətlər olub? Bəli, onun müalicəsi daha asan olur. Çünki bu xanım artıq daha öncə normal cinsi əlaqəyə girib, onun nə olduğunu bilir, nə hisslər olduğunu bilir və bunun müalicəsi birincili vaginizmdən çox daha asan keçir. Bu genetik ola bilər Nuray xanım? Cinsi istəksizlikmi? Bəli. Cinsi istəksizliyin genetik variantı da var, genetik də ola bilər, olmaya da bilər. Amma vaginizm genetik olmur. Vaginizm sonradan yaranan bir xəstəlikdir. Cinsi terapiya anlayışı var. Mən bilmək istərdim ki, bizdə bu məsələdə hansı boşluqlar var? Ümumiyyətlə bizdə cinsi terapiya demək olar ki, yoxdur, çox azdır. Cinsi terapiya ilə məşğul olan həkimlər və bu həkimlər ginekologiyadan ixtisaslaşmış həkimlərdir. Bəziləri isə psixoloqlar məşğul olur cinsel terapiya ilə. Amma sırf bu dal yoxdur bizdə, sırf bu ixtisas qrupu bizdə yoxdur. Təəssüf ki, belə bir boşluq var ölkəmizdə. Bu da düşünürəm ki, mentalitetlə bağlı gələn bir şeydir. Çünki hətta mən fikir verirəm, öz səhifəmdə bəzən paylaşımlar eləyirəm, videolar eləyirəm. Adi tibbi bir söz işlədirəm, gələn yorumları oxuyuram və başımı tutmaq istəyirəm ki, yəni adi bir tibbi terminə belə reaksiya niyə versin ki toplum? Düşünürəm ki, bununla bağlı olan bir boşluqdur. Nuray xanım, müalicəyə başlamaq istəyən, amma utanıb çəkinən xanımlara, qadınlara nə demək istəyərdiniz? Əslində utanmaq, çəkinmək çox təbiidir. Çünki insan tanımadığı birinin yanına gəlir və ən özəl söhbətlərini eləyir. Mən pasiyentlərin özünə də həmişə deyirəm ki, sən indi həyəcanlısan,
tərəddüdlüsən, görəsən sağalacaqmı və sair tərəddüdlərin var, normaldır. Sən sadəcə özünü mənə burax, yəni. Sadəcə güvən. Əmin ol ki, mən əgər səni öhdəmə götürdümsə, sən sağalacaqsan. Biz bütün xanımlara xoşbəxt olmağı və ilk növbədə isə sağlam olmağı arzu edirik. Sizə də dərin təşəkkürümü bildirirəm. Çox sağ ol. Bu maraqlı söhbətə görə mənə elə gəlir ki, bütün xəstəliklərin müalicəsi üçün ilk növbədə maariflənmə önəmlidir və bugünkü söhbətimiz də elə maarifləndirici xarakter daşıyırdı. Nuray xanım, bir daha sizə dərin təşəkkürümü bildirirəm. Çox Təşəkkür sağ edirəm. olun gəldiyiniz üçün. Siz sağ olun, təşəkkür edirəm. Əziz izləyicilər, hər birinizə sağlam ömür arzusuyla verilişimizi yekunlaşdırırıq. Sağ olun, sağlam olun.